28 ölkəni özündə birləşdirən Asiya qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə təşkilatının 8-ci plenar iclası Bakıda keçirilib. İclasda bildirilib ki, 2026-cı illədək təşkilat yanında Biznes Şuraya, KOBİ-yə sədrlik edəcək ölkələr arasında iqtisadi münasibətlər ildən ilə genişlənir. Bu ilin birinci rübündə Azərbaycanın Asiya qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirəsinə üzv ölkələrin ixracının dəyəri 1,2 milyard dollar, ümumi ticarət dövriyyəsi isə 4,6 milyard dollar təşkil edib. Plenar iclasdan sonra sahibkarların da iştirakı ilə quruma üzv ölkələrin təmsilçiləri ilə birlikdə 10-cu biznes forumda keçirilib. Əsas müzakirə mövzumuz bizim mikro, kiçik, orta sahibkarlığın AGM çərçivəsində inkişafı, əməkdaşlıq imkanlarının araşdırılması, qarşılıqlı ticarət imkanlarının araşdırılması və əsas istiqaməti biz qadın sahibkarlığının inkişafını götürdük. Həmçinin yüksək texnologiyalarla sahibkarlıq və kiçik, orta biznes subyektlərinin yaşıl iqtisadiyyata transformasiyası mövzusu da əsas götürülmüşdür. 8-е заседание делового совета. Bizim Biznes Şura hökumət və biznes assosiasiyalarının nümayəndələrini birləşdirir. Sakit Okeandan Aralıq dənizinə, Arktik Okeandan Hind Okeanına qədər Asiyanın 90%-ni 28 üzv dövlət əhatə edən belə bir platformanın olması son dərəcə vacibdir. Hesab edirəm ki, Azərbaycanın sədrliyi parlaq başlayıb, yüksək məhsuldarlıq olacaq. AGM Asiyada əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf territoriyasına daxil olacaq.